Payız gəldi, boğaz ağrıları da başladı. Boğaz ağrılarına bir çoxumuz sadə narahatlıq kimi baxırıq, amma boğaz ağrısı vaxtında müalicə olunmasa və yaxud da tədbirlər görünməsə, bir çox xəstəliklər əmələ gələ bilər. Xüsusən orta qulaq iltihabı, sinuzit və yaxud da böyrəklərə zərər verə bilər. Eyni zamanda revmatik ağrılarınız da başlaya bilər. Ona görə də boğaz ağrıyarkən mütləq bir tədbirlər görmək lazımdır. Alimlərin araşdırmasına görə boğaz ağrılarının 80-85% hallarda virus mənşəli olur. Amma 10-15% hallarda isə bakterial mənşəli olur. Xüsusən uşaqlarda isə bakterial mənşəli boğaz ağrıları 15, hətta 30%-ə qədər qalxa bilir. Boğaz ağrılarına evdə bir əlac eləyə bilərsinizmi? Bilərsiniz. Xüsusilə çoxlu maye içmək lazımdır. Qaynar olmayan, amma isti mayələr içmək lazımdır. Otağı nəmləndirmək lazımdır, havalandırmaq lazımdır. Bir də çox danışmamaq, istirahət eləmək lazımdır. Eyni zamanda antiseptik vasitələrdən istifadə etməklə də boğaz ağrısını azalda bilərsiniz. Çünki boğaz ağrıyarkən boğazın arxasında iltihab yaranır. Bax, bu iltihabların aradan qaldırılması üçün tirobens soğurma tabletlərini sizə tövsiyə eləyə bilərəm. Tərkibindəki mentol sayəsində boğazı sakitləşdirir. Eyni zamanda tərkibində tirotirçin adlı təbii antibiotik var ki, bu da boğazda bakteriya, mikrob varsa onları məhv eləyir. Bir də tərkibində benzokain adlı bir maddə var ki, bu da təbii ağrı kəsici rolunu oynayır. Bax, belə kiçik tabletlər formasındadır. Cibinizdə rahat şəkildə daşıya bilərsiniz. İşdə, evdə istifadə eləyə bilərsiniz. Gündə bir neçə dəfə çox yaxşı təsir göstərir. Mən sınamışam, siz də sınaya bilərsiniz. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.